Hamıya salamlar. Şotlandiyada təhsil videomun ikinci hissəsinə xoş gəlmisiniz. Keçən videoda qəbul prosesi, Glasgow Universiteti və dərslər haqqında qısaca danışmışdım. Bu dəfə isə nəqliyyat, dərsdən kənar fəaliyyətlər və səyahət barədə danışmaq istərdim. Elə isə vaxt itirmədən başlayaq. Təhsil aldığım müddətdə ən çox istifadə etdiyim nəqliyyat vasitələri avtobus və metro idi. Glasgow metrosu London və Budapeştdən sonra üçüncü ən qədim metro sistemidir. Narıncı qatarlarına və saat əqrəbi istiqamətində hərəkətinə görə bu metroya Clockwork Orange da deyilir. Hazırda 15 stansiya var və xəritəyə baxsanız görərsiniz ki, əgər qatardan enməsəniz, yenidən mindiyiniz stansiyaya qayıdacaqsınız. Mən metrodan çox istifadə etdiyim üçün metro kartı almışdım. Smart Kart adlanan bu kartı onlayn əldə etmək də mümkündür. Qeyd edim ki, Smart Kartla ödəniş daha sərfəli olur. Avtobusa gəldikdə isə Şotlandiyada fərqli avtobus şirkətləri fəaliyyət göstərir. Bunlardan ən məşhuru First Bus şirkətidir. Ödənişi bank kartı, Apple Pay və ya Google Pay ilə də etmək mümkündür. Siz telefonunuza First Bus tətbiq etməsini də yükləyə bilərsiniz. Bu tətbiq etmə vasitəsilə avtobusların hərəkət cədvəlini izləyə bilərsiniz. Bu arada, əgər siz 22 yaşdan aşağısınızsa, Young Scott kartı vasitəsilə avtobusdan pulsuz istifadə edə bilərsiniz. Mən ikinci semestrdən etibarən velosipeddən istifadə etməyə başlamışdım. Əgər siz tələbəsinizsə, bu zaman e-mailiniz vasitəsilə Nextbike tətbiqindən qeydiyyatdan keçib, 30 dəqiqəlik pulsuz velosiped sürə bilərsiniz. Mən bunu biləndən sonra velosipeddən daha çox istifadə edirdim. Bunu da qeyd edim ki, Glasgowda Nəqliyyat Muzeyi fəaliyyət göstərir. Riverside adlanan bu muzeydə müxtəlif dövrlərə aid nəqliyyat vasitələri, avtomobillər, velosipedlər, tramvaylar və hətta qatarlar nümayiş olunur. Muzeyin özəlliklərindən biri də onun unikal memarlıq dizaynıdır. Binanın futuristik görünüşü məşhur memar Zaha Hadid tərəfindən layihələndirilib. Şotlandiyada tələbələr üçün çoxlu könüllü fəaliyyət imkanları mövcuddur. Mən təhsil aldığım müddətdə Govan Community Project təşkilatında İngilis dili conversation klublarında könüllü müəllim olaraq çalışırdım. Əgər siz də könüllülük etsəniz, fəaliyyətinizə görə Saltire Awards mükafatına layiq görülə bilərsiniz. Məsələn, mən 24 saat könüllü olduğum üçün bu mükafatı almışdım. Bunun üçün sadəcə Saltire Awards saytında qeydiyyatdan keçmək kifayətdir və sizə onlayn sertifikatınız göndəriləcək. Bundan əlavə, Glasgow Target Connect platformasında çox sayda internship və könüllü imkanları haqqında məlumat əldə edə bilərsiniz. Böyük Britaniyada sevdiyim əsas şeylərdən biri də qatarla səyahətin rahatlığı idi. Təhsil aldığım müddətdə həm Şotlandiyanın, həm də İngiltərənin müxtəlif şəhərlərinə səfər etmişdim. Biletləri adətən Trainline tətbiq etməsindən alırdım. Bu tətbiq etmədə tələbə kimi qeydiyyatdan keçərək endirimlərdən faydalanmaq mümkündür. Şotlandiyanın ən gözəl və ən görməli şəhərlərindən biri Edinburghdur. Tarixi küçələri, qədim qalaları və parkları ilə məşhur olan bu şəhəri hər il minlərlə turist ziyarət edir. Harry Potter sevərlər isə Glenfern Viaduct üzərindən keçən məşhur buxar qatarını izləyə bilərlər. Və siz hal-hazırda ekranda filmin çəkildiyi yerdən səhnəni görə bilərsiniz. Mən Manchester, Liverpool, London, Chester, Largs və digər şəhərlərə də səyahət etmişdim. Ən çox sevdiyim şəhər isə London olmuşdu. Londona getməzdən əvvəl muzey biletlərini tələbə endirimi ilə əvvəlcədən almağı tövsiyə edirəm. Bu videonun da sonuna gəldik. Ümid edirəm ki, faydalı məlumatlar əldə etdiniz. Hal-hazırda Birləşmiş Krallıqda təhsil alan və ya bu barədə düşünən hər kəsə uğurlar arzulayıram. Fikirlərinizi və suallarınızı şərhlərdə bölüşməyi unutmayın. Növbəti videolarda görüşənədək.